بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisan yefqahu qawli. Mövzu məlumdur, qardaşlar, hamının bildiyi məsələ, anlaşmalı boşanma. Əslində bu haqda danışmaq heç istəmədiyim şeydir. Mən məsələnin bu səviyyəyə gələcəyinə inanmırdım. Ümid edirdim ki, bu səviyyəyə gəlməyəcək. Amma gördüm ki, artıq bunun üzərində silsilə təkfir, şübhə edən, dayanan hər kəs təkfir olunur. Bizim üzərimizdən silsilə təkfir olunur. Yəni artıq buynuz qulağı keçib, su məcrasından çıxıb. Ona görə də mənə vacib oldu ki, bu barədə danışım ki, Allah Əzə və Cəllənin dediyi kimi, yaşayan dəlil üzərə yaşasın, həlak olan da dəlil üzərə həlak olsun. Və ikinci, Allah Əzə və Cəllənin haqqı bilib gizlədən kəsləri təhdid etməsini və yaxud haqqı gecikdirən kəsləri təhdid etməsi babından qorxaraq özümü bunu vacib bilirəm. Yəni, ən azından haqqımızdır ki, özümüzü müdafiə edək. Niyə bu şəkildə düşündüyümüzü izah edək. Məndən soruşurlar ki, sən anlaşmalı boşanma üçün şəriətdən başqa hökmə mühakim olmağı niyə küfür görmürsən? Və ya siz ona görə kafirsiniz ki, anlaşmalı boşanma üçün mühakiməni küfür görmürsünüz? Qardaşım, bu sual öz-özlüyündə batildir. Əgər sən bir şeyin adını mühakimə qoyursansa, ondan əvvəlki şeylərin, dediyin sözlərin heç bir mənası yoxdur. Mühakimə bir mənalı olaraq küfürdür. Ona görə əvvəlcə bu əməlin mühakimə olub-olmadığını araşdırmalıyıq. Necə ki, məsələn, murciyələr deyir ki, siz Allah ilə yanaşı Allahdan qeyrisinə ibadət edən bir müsəlmanın, böyük şirk edən bir müsəlmanın dindən çıxdığını və yaxud cəhalətin üzrə olmadığını isbat edin. Yəni, bu sual öz-özlüyündə batildir. Nə üçün? Çünki Allah ilə yanaşı Allahdan qeyrisinə ibadət edənin müsəlman olduğu əvvəlcə isbat olunmalıdır ki, sonra o dindən çıxırmı, çıxmırmı o isbat olunsun. Bu deyini ilə, yəni bir şeyin adını tağda mühakimə küfürdür deyə qoyursan, onun əvvəlindən nə qoyursan qoy, bunun heç bir əhəmiyyəti yoxdur. Bu məsələni həllinə qovuşturmaq üçün, qardaşlar, üsul ilə, pillə-pillə bütün məsələləri həllinə qovuşdurub sonra digərini keçmək lazımdır. Anlaşmalı boşanmaq üçün tağuta müraciət etmək küfürdürmü, yoxsa yox? Bunun üçün əvvəlcə baxaq, anlaşmalı boşanma üçün tağuta müraciət etmək mühakimə hesab edilirmi, yoxsa yox? Kitab, sünnət, sələfin sözlərini incələdikdə görürük ki, mühakimə bir ibadətdir. Hökm ibadətdir. Hökm ibadət olduğu üçün mühakimə də ibadətdir. Quran və sünnət ilə bu sabitdir. Bir kəsin şəriəti üstün tutaraq, ona mühakiməni vacib olduğuna etiqad edərək şəriətə mühakimə olarsa, bununla əcr qazanır. Bir kəs şəriətdən başqa şey mühakimə olarsa, onu özünə ilah etmişdir, şirk qoşmuşdur, müşrik olmuşdur. Necə ki, İmam Şevkani Rahiməhullah Ədvanül Bəyan adlı əsərində buyurur ki, bütə səcdə etməklə Allahından qeyrisinin hökmünə baş vurmaq eyni hökmdədir, hər ikisi şirkdir, çünki hər ikisi nədir? İbadətdir. Yəni, qardaşlar, əgər məhkəmə, mühakimə ibadətdirsə, hər bir ibadətin şərtləri olduğu kimi, mühakimənin də şərtləri vardır. Və şəriət bu şərtləri açıq şəkildə bəyan etmişdir. Çünki bir ibadətin şərtlərinin gizli qalması mümkün deyildir. Mühakimənin şərtləri nələrdir? 1. Bir şeyin mühakimə olması üçün, mühakimə adlanması üçün mütləq ortada bir iddia, bir ittiham, bir şikayət olmalıdır. Quran və sünnə ona dəlalət edir ki, Quran və sünnənin açıq nasları onu göstərir ki, bir şeyə mühakimə hökmünü vermək üçün, mühakimə ismini vermək üçün ortada ittiham olmalıdır, iddia olmalıdır, şikayət olmalıdır. Məsələn, Allah Əzə və Cəllə Nisa surəsi 59-cu ayda buyurur ki, فَاِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ اِلَى اللّٰهِ وَرَسُولِهِ. Əgər bir şeydə
ixtilaf etsəniz, bir şeydə anlaşmasanız, onun hökmünü Allah və Rəsuluna götürün. Bu ayəni mühakiməyə dəlil gətirən alimlər qeyd edir ki, ayədə gələn in şərt ədatıdır. İn şərt ədatıdır. Yəni in ixtilaftum, in tənəzətum, yəni ixtilaf etsəniz, əgər ixtilaf etsəniz. Yəni ki, bir şeydə ixtilaf yoxdursa, onu mühakimə adlandırmaq nədir? Yoxdur, doğru deyil. İki nəfər arasında hökm verilməsi üçün mütləq həmən iki nəfər arasında ya ixtilaf, ya ittiham olmalıdır. Əgər bu iki nəfər arasında sülh varsa, şikayət, ittiham və ya ixtilaf yoxdursa, onların arasında hökm vermək mümkün deyil. Bu şəriətdə də belədir, şəriətdən kənar qanunlarda da belədir. Yəni, nə şəriətdə, nə də dünyavi qanunlarda təsəvvür edilə bilməz ki, iki nəfər öz aralarında birini hakim seçsin, sonra onun huzuruna gəlib desinlər ki, bizim aramızda torpaq problemi vardı və yaxud borc problemi vardı və yaxud filan kəs məni təhqir etmişdi, hər hansı bir şey. Ancaq biz bu problemi həll etmişik, öz aramızda razılaşmışıq, heç birimizin bir-birimizdən şikayəti yoxdur, ittihamı yoxdur, gəlmişik yanına ki, aramızda hökm verəsən. Belə şey nə şəriətlə, nə dünyavi qanunlarla, nə də tarixlə mümkün deyil. Tarixdə belə bir şey baş verməyib. Necə ki, yenə məsələn Allah Əzzə və Cəllə Maidə surəsi 6-cı ayədə şərtdən danışarkən, bu şərt olaraq, dəlil olaraq gətirirəm. Maidə surəsi 6-cı ayədə Allah Əzzə və Cəllə buyurur ki, وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَمَسْتُمُ النِّسَاءَ Əgər siz xəstə olsanız və yaxud səfərdə olsanız və yaxud ayaq yolundan gəlsəniz və yaxud qadınlara toxunsanız və su tapmasanız, fələm təcidu məən, nisə fələm təcidu məən. Ayənin əvvəlində gələn şərt ədatıdır. Ancaq ki, təkcə birinci cümlədə gəldiyi üçün bu kifayət edir. Sözün birinci sözdə gəldiyi üçün ərəb dilinin qrammatikasına görə bu kifayət edir. Digərlərində həmin şərt ədatı və yaxud hərfi cər nə olur? Hasf olunur, silinir. Necə ki, məsələn, Allah Əzzə və Cəllə buyurdu ki, Qul əbilləhi və əyətihi və rəsulihi kuntum təstəhziun. Əsil mənası belə olmalıdır. Qul əbilləhi və bi əyətihi və bi rəsulihi. Amma orada bir hərflə cəlləri nə oldu? Hasf olundu. Nə üçün? Çünki cümlənin əvvəlində artıq birinci sözün əvvəlində gəlmişdi. Burada da deyilir ki, və in kuntum. Əgər xəstə olsanız, və ləm təcidu məən. Və əgər, yəni və in ləm təcidu məən. Əgər su tapmasanız, fətəyəmməmi sa'idən tayyibə. Təmiz torpaqla təyəmmüm edin. Bu ayə dəlalət edir ki, alimlər bu ayədən istinbat edərək nə deyirlər? Təyəmmümün gerçək olması üçün, təyəmmümün səhih olması üçün, bir şeyin təyəmmüm adlandırılması üçün suyun tapılmaması şərtdir. Suyun olmaması, suyun ələ keçməməsi şərtdir. Yenə Allah Əzzə və Cəllə Nisa surəsi 60-cı ayədə hamının bildiyi ayə ki, sənə və səndən əvvəlkilərə nazil olana iman gətirənləri, iddia edənləri, zənn edənləri görmədinmi? Onlar tağuta mühakim olmaq istəyirlər. Yəni, ayənin nazil olma səbəbi iki nəfərin öz aralarında baş verən ixtilafı həll etmək üçün tağutu hakim seçmələri idi. Onlar tağutu hakim seçmələri səbəbi ilə kafir olmuşdular. Nə üçün hakim seçirdilər tağutu? Hakim seçimin səbəbi nə idi? Nə üçün hakim seçirdilər? İxtilafın baş verməsi səbəbilə. Bəs hakim seçmələrin səbəbi nə idi? Aralarında ixtilafın, xüsumətin olması. Əgər aralarında ixtilaf, xüsumət olmasaydı, hakimin seçilməsi də nə idi? Hakimin seçilməsində də ixtilaf etməyəcəklər, hakim də seçilməyəcəkdir. İki nəfərin arasında ittifaq varsa, məhkəmənin qurulması mümkün deyil. Məhkəmə qurulmursa, hakim seçmək də lüzumsuzdur, mümkün deyil. Ona görə İmam Təbəri rahimehullah bu ayənin təfsirində buyurur ki, ey Muhammed, sənə və səndən əvvəlkilərə nazil olana iman edənləri, iman etdiklərini zənn edənləri qəlb gözünlə görmədinmi? Onlar ixtilafa düşdükləri məsələlərdə ehtiram göstərdikləri tağutların önündə mühakim olmaq istəyirlər. Yəni, məhkəmənin baş verməsi üçün şərt olan ixtilaf baş vermişdi.
İxtilafın baş verməsi də məhkəmənin baş verməsi üçün nə idi? Səbəb idi, şərt idi. Yəni Nisa 60-cı ayə, kim bunları artıq uzatmağa ehtiyac yoxdur ki, sənin Rəbbin and olsun ki, onlar aralarında baş verən ixtilafda səni hakim təyin etməyəcək iman gətirmiş olmazlar. Yenə Şura surası 10-cu ayə ki, Allah Əzza və Cəllə buyurdu ki, ixtilafa düşdüyünüz məsələlərin hökmü Allaha aiddir. Yəni bütün bu ayələrin hamısı dəlalət edir ki, bir şeyin mühakimə olması üçün, məhkəmə adlandırılması üçün nədir? İxtilafın, iddianın, ittihamın olması şərtdir. Allah Rəsulü sallallahu aleyhi və səlləmin sünnəsinə gəldikdə isə, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, İmam Müslimin rivayət etdiyi hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, əgər insanlar təkcə iddiaları ilə haqlı qəbul edilsəydilər, bir-birlərinin mallarını və qanlarını tələb edərdilər. Arxasınca buyurur ki, Əd-dəlilu alə muddəi vəl-yəminu alə mən ənkərə. Dəlil iddiaçıya aiddir, iddia edən dəlil gətirməlidir, inkar edənsə and içməlidir. Alimlər ittifaqla bu hədisin mühakiməyə dəlil, məhkəməyə dəlil olduğunu söyləmişlər. İttifaqla ki, bu hədis məhkəməyə aiddir, məhkəməyə dəlildir. Ki, məhkəmənin şərtindən biri odur ki, iddia olmalıdır, ittiham olmalıdır və şəriət məhkəməsində də hədisdə gəldiyi kimi iddia edən dəlil gətirməlidir, isbat etməlidir, şahid gətirməlidir. Əgər isbat etməsə, inkar edən and içir və məsələ bağlanır. Yenə Allah Rəsulü sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdikdən sonra sahabələrdən biri yanına gəlir, Əbu Şurey radiyallahu anhu. Allah Rəsulü sallallahu aleyhi və səlləm soruşur ki, adın nədir? Deyir ki, Əbul-Həkəm. Soruşur ki, nə üçün sənə Əbul-Həkəm deyirlər? Həmin adam buyurur ki, ey Allahın Rəsulü, qövmüm ixtilaf etdiyi zaman mənim yanıma gələrdilər ixtilafı həll etmək üçün. Mən də onların aralarında hökm verərdim. Və onlar da bu hökmdən razı qalarlar. Ona görə mənim adımı Əbul-Həkəm qoydular, yəni hakimlərin atası. Allah Rəsulü sallallahu aleyhi və səlləm də buyurur ki, sənin övladların varmı? Bəli, var. Ən böyüyün onun adı nədir? Şurey. Deyir ki, sənin adın artıq oldu Əbu Şurey. Çünki hakim Allahdır. Şeyx Həzmi Hafizəhullah bu hədisi dəlil gətirərək buyurur ki, bu hədis dəlalət edir ki, hökm olması üçün, bir yerdə hökm olması üçün, hökm verilməsi üçün, bir şeyin mühakimə adlanması üçün ixtilaf olması labuddur. Çünki Əbu Şureyh dedi ki, qövmüm ixtilaf etdiyi zaman mənim yanıma gələrlər və mənə Əbul-Həkəm adını vermələrinin səbəbi, hakim adını vermələrinin səbəbi aralarında olan ixtilafı həll etməkdir. İnşallah şeyxin bu səsini də dərsin sonunda yerləşdirəcəyik həmin hissəsini. Deyilə bilər ki, şikayət olmasa, yəni iki nəfər bir-birinə şikayət etməsə, bu mühakimə sayılmırmı? Mütləq bir kəs başqa birindən şikayət etməlidirmi? Xeyr. Bir kəs özündən şikayət edərsə, yəni özünü ittiham edərsə, öz cinayətini boynuna alarsa, yenə bu mühakimədir. Məsələn, Allah Rəsulü sallallahu aleyhi və səlləmin yanına bir gənc gəldi və dedi ki, ey Allahın Rəsulü, zina etmişəm, məni təmizə çıxart. Artıq ortada nə var? İttiham. Adam özü haqqında ittiham irəli sürür. Adam özünün haqqında şikayət edir. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm onu araşdırdı, əvvəl boyun qaçırdı, dedi, bəlkə öpmüsən, bəlkə baxmısan, sonra insanları onu qövmünə göndərdi, araşdırın, bəlkə bunun əqli bir qüsuru var. Tam artıq bilindikdə ki, xeyr, bu artıq rəzm olunmalıdır, buna hökm verilməlidir, hökm verdi, rəzm olundu. Yəni, nə Quranda, nə sünnədə, nə sələfin sözlərində bircə dənə nəql varid olmamışdır ki, bir yerdə ittiham, iddia, şikayət olmasın, amma bu mühakimə adlansın. Bu mümkün deyil. Ora qədər bildiniz, qardaşlar. Dedik ki, ixtilaf məhkəmənin şərtlərindən biridir. Bəs şərt nədir? Şərt nədir? Usul fiqhdə şərtin tərifi nədir? Mə yəlzimu min ədəmihil ədəm və lə yəlzimu min vücudihil vücud. Yoxluğu yoxluğunu gərəkdirir, varlığı isə varlığını gərəkdirməz. Nə deməkdir? Məsələn, həmişə dediyimiz dəstəmaz namazın nəyidir? Şərtidir. Dəstəmazın yoxluğu namazın yoxluğunu gərəkdirir. Bir adam dəstəmazsız namaz qılarsa, deyirik ki, sənin namazın yoxdur. Təzədən namaz qıl. Amma bir adamın dəstəmazı varsa, o demək deyil ki, artıq onun namazı var. Onun namazı səhihdir, xeyr. Çünki digər şərtlərin də olması nədir? Labuddur ki,
onun namazı səhih olsun. Amma bircə şərtin olmaması, dəstəmaz şərtinin olmaması və yaxud qiblə şərtinin olmaması və yaxud niyyət şərtinin olmaması və yaxud İslam şərtinin olmaması nədir? Onlardan hər hansı birinin olmaması namazın olmamasının dəlalətidir. Eyni ilə, bəs ixtilaf şərti varsa, iki nəfər arasında ixtilaf hasil olubsa və bu ixtilafı bir nəfərə götürürlərsə, bu mütləq məhkəmə sayılırmı, mühakimə baş verirmi? Xeyr. Çünki varlığını gərəkdirməz. Hər ixtilafı kiməsə götürmək mühakimə sayılmır. Məsələn, alıcı ilə satıcı arasında bir ixtilaf baş verir. Bir kəs maşın alır, sonra baxır ki, maşında qüsur var, satıcı da boynuna almır, gedirlər bir mütəxəssisin yanına, bilən bir adamın yanına. Həmin kəs də baxır, görür ki, həqiqətən maşında qüsur var və alıcını haqlı çıxardır ki, deyir ki, bəli, sən düz deyirsən, maşında qüsur var. Buna deyirlər təhkim, yəni həqiqəti üzə çıxartmaq, ixtilaf zamanı işin həqiqətini ortaya çıxartmaq. Amma burada mühakimə baş vermir. Yəni burada ixtilaf baş verdi, amma mühakimə baş vermədi. Nə üçün? Demək ki, mühakimənin baş verməsi üçün digər bir şərt çatışmır. Bu şərt nədir? Hakim. Mühakimə üçün mütləq də hakimin olması şərtdir. Bəs hakim kimdir? Hakimin vəzifəsi nədir? İstər şəriətin verdiyi təriflərə baxaq, istər dünyavi şəriətdən kənar verilən təriflərə baxaq, eyni mənadır. Şeyx Salih Əl-Münəccid müasirlərdən buyurur ki, Əl-Qadi, yəni hakim şəriətdə qadi deyirlər, məhkəmədə hökm verən. Əl-Qadi fi istilahil uləməi huvəl-ləzi yəfsilu fil-xusumat fəyubəyyinul hukmə şər'i və yəlzim bihi. Hakim, qazi, alimlərin istilahında, alimlərin tərifində xusuməti, düşmənçiliyi, iki nəfər arasında baş verən anlaşılmazlığı, çəkişməyi qərara bağlayan, onu kəsdir və şəriətin hökmünü bəyan edən və bu hökmü ilzam edən, bu hökmü tətbiq etməyə məcbur edən, bu hökm verdiyi kəsin üzərinə bu hökmü tətbiq etməyə, icra etməyə məcbur edən kəsdir. Xatib Əş-Şərbini Əş-Şafi rahimehullah buyurur ki, "Huwa fasala xusumati beynəl xasmin və əksərə bi hukmillah Teala." O hakim iki xasım, iki düşmən, iki iddiaçı, iki anlaşılmazlığı olan kəs arasında hökm verən, onu qərara bağlayan və daha çox onu qərara bağlayan kəsdir nə ilə? Bi hukmillah Teala, Allahın hökmü ilə. İki kəs, iki xasım, iki düşmən arasındakı ixtilafı hökmə bağlayan kəsdir. Yenə İmam Buhuti Əl-Həmbəli rahimehullah Kişafil Qina'i adlı əsərində buyurur ki, "Huwa ilzamu bi hukmillah şər'i, bi hukmi şər'i və fasala xusumat." O hakim şəriətin hökmünü ilzam edən, yəni hökm verdiyi kəsin üzərində onu etməyə məcbur edən və xusuməti kəsən kəsdir, xusuməti qərara bağlayan kəsdir, düşmənçiliyə qərara bağlayan kəsdir. Dedi ki, ilzam edir, hökm verir iki nəfər arasında, hakim iki nəfər arasında hökm verən və hökmü ilzam edən, yəni hökmün yerinə yetirməyə məcbur edən kəsdir. Bəs ilzam nədir? Tənfizul hukmə aləl maqdi aleyhi şəə əm əbə. İlzam maqdinin, yəni hökm olunan kəsin üzərinə həmin hökmü məcbur edən, yəni o hökmü icra etməyə məcbur edən kəsdir. وَلَوْ لَمْ يَكُنْ إِلْزَامًا لَكَانَ فَتْوَى وَلَيْسَ قَضَى. Əgər ortada ilzam yoxdursa, bu artıq hökm olmaz. Artıq bu onlar fətva olar. Yenə İbn Teymiyyə rahimehullah buyurur ki, "Vel-qadi ismun li kulli men qada beyne isneyn və hakama beynehuma sawa'un kana khalifatan aw sultanan aw naiban aw valiyan." Hakim iki nəfər arasında hökm verən kəsin ismidir. Hakim iki nəfər arasında hökm verən kəsdir. Fərqi yoxdur. O hökm verən kəs xəlifə olsun, istər sultan olsun, istər naib olsun, istər vəli olsun. Bu şəriətdə hakimə verilən təriflərin bir qismi. İstər şəriətdən kənar hökmlərə baxaq. Hakim kimdir? Hakim şəxslərin dövlət və ya digər şəxslərlə yaşadıkları anlaşılmamazlıqları, ixtilafları həllinə qovuşduran şəxsdir.
Başqa bir təriflə, hakim ədaləti qorumaq üzrə yaşadığı toplumun hüquq və prinsiplərinə söykənərək, heç kəsdən asılı olmadan və heç kəsin tərəfini tutmadan hökm verən kəsdir. Tərəf tutmaq nə zaman olur? İki nəfər arasında ixtilaf olduğu zaman, iki nəfər arasında mübahisə olduğu zaman ikisindən birini haqlı çıxardırsan. Əgər heç bir mübahisə, heç bir ixtilaf, heç bir iddia yoxdursa, kimisə tərəfini tutmaq olmur. Belə bir şey yoxdur. Üçüncü tərif, hakim insanlar arasında meydana gələn anlaşılmazlıqları şəriətin hökmlərinə uyğun olaraq həll etmək üçün vəliyul əmr tərəfindən təyin olunan kəsdir. Bu, şəriətin verdiyi tərifdir. Məsələn, Əl-Məbsud kitabında bu haqda danışılır. Yenə, dinin göstərdiyi ədaləti yayan, zülmü yox edən və heç bir tərəfə meyl etmədən şəriətin hədlərini tətbiq edən kəsdir. Yenə 5-ci, anlaşılmamazlıqları həll edən, anlaşmayan kəsləri ayıran kəsdir. Yəni, qardaşlar, bu Quran, sünnət, alimlərin sözləri ilə sabitdir ki, hakim insanlar arasında ixtilaf, anlaşılmamazlıq olduğu zaman təyin olunur. Ona görə məvərdir, məhkəmələrin qurulma məqsədi haqqında danışır ki, məhkəmənin qurulma məqsədi nədir? Nə üçün məhkəmə lazımdır? Buyurur ki, belə ki, İnsanlar var olduqca, insanlar arasında anlaşılmazlıq da var olacaqdır. Bu anlaşılmazlıqları həllinə qovuşturmaq üçün mühakimə və bu mühakiməni edəcək hakimlərin olması zəruridir. Ədəbül Qadı əsərində bu haqqda danışır. Bu anlaşılmazlıqları həll etmək üçün mühakimə və həmin anlaşılmazlıqları həll edən hakimin olması zəruridir. Məhkəmə budur. Məhkəmə məhz budur. Yəni, məhkəmə bunun üçündür. Məhkəmədən məqsəd budur. Məhkəmənin məqsədi anlaşılan, aralarında heç bir ixtilaf olmayan iki nəfərin zaksını, hər hansı bir kağızını fəsx etmək üçün deyil. Yəni, ixtilafın, iddianın, ittihamın olmadığı, anlaşmanın olduğu bir yerdə hakimi seçmək nə Quranla, nə sünnətlə, nə sələfin sözləri ilə, nə də tarixi faktlarla mümkün deyil. Yəni, bunun əksini iddia edən kəs nə Qurandan, nə sünnətdən, nə sələfdən bir nəqil belə gətirə bilməyəcək. Necə ki, İmam Təbəri rahiməhullah Nisa surəsi 35-ci ayənin təfsirində buyurur ki, hansı ki Allah Əzzə və Cəllə əgər qadınla kişi arasında ixtilaf baş verərsə, yola getməzlərsə, davadalaş edərlərsə, buyurur ki, kişi tərəfdən bir hakim, qadın tərəfdən bir hakim seçilsin və onların arasını barışdırsınlar. İmam Təbəri buyurur ki, hansı ki ər-arvad arasında olan anlaşılmamazlıq haqqında hakimləri təyin etməlidir. Haqqında buyurur ki, deyir ki, ər və arvadda hakimi kim təyin edə bilər? Deyir ki, həmin hakimi ər və arvadda təyin edə bilər. Vəliyül əmr də təyin edə bilər. Amma hakim təyin edilməsi üçün mütləq şikayət olmalıdır. Fikir verin, deyir ki, hakim təyin edilməsi üçün mütləq şikayət olmalıdır. Əksi təqdirdə hakimi seçməyin heç bir mənası qalmaz. Baxın, qardaşlar, Allah Əzzə və Cəllə bu ayədə bu iki nəfəri hakim adlandırdı. Amma burada məhkəmə olmadı. Nə üçün? Axı həm anlaşılmamazlıq, həm də hakimlər var. Biz demişdik, axı məhkəmənin şərtləri odur ki, həm nə olmalıdır? İxtilaf olmalıdır, anlaşılmamazlıq olmalıdır, həm də hakim olmalıdır, hökm verən olmalıdır. Bu ayədə də anlaşılmamazlıq da var, hakim də seçim dedi Allah Əzzə və Cəllə. Niyə bu məhkəmə adlanmadı? Niyə burada məhkəmə baş vermədi? Çünki buradakı hakimlər sadəcə isim olaraq hakimdirlər. Hakimlik vəsfini daşımırlar. İsimlər isə həqiqətləri dəyişməz. Ona görə İmam Təbəri rahiməhullah buyurur ki, bunlara istər hakim deyilsin, istər deyilməsin. Allah Əzzə və Cəllə dedi ki, hakim seçin. İmam Təbəri dedi ki, istəyirsən hakim de, istəyirsən demə. Nə üçün belə deyir? Çünki onların isim olaraq hakimdir. Həqiqətdə hakim deyirlər. İstər hakim deyilsin, istər deyilməsin. Bunlardan heç biri ər və ya arvadın rizası olmadıqca hökm verə bilməzlər. Hakim adlandırılsa da bu kəslərin hökm vermək ixtiyarları yoxdur və ya ər və arvadın izin verdiyi qədər hökm verə bilərlər. Məsələn, ər yalnız özünün lehini olan məsələlərdə hökm vermək ixtiyarı verə bilər. Qadın da yalnız özünün lehinə olan məsələlərdə hökm vermək ixtiyarı verə bilər.
Arxasınca buyurur ki, bəs sual olunsa ki, əgər hakimlər bu vəziyyətdədirlərsə, yəni onların heç bir ixtiyarı yoxdursa, onları hakim adlandırmağın nə mənası var? Buna iki yöndən cavab verilir. Dahhak rahimehullah buyurdu ki, bunlar yalnız haqlını və haqsızı təyin edən kəslərdir. Yuxarıda misal verdiyim təhkim məsələsi ki, bu maşın alqı-satqısında hansı düz danışır, bunların içidir budur. Odur ki, İmam Qarrafi rahimehullah buyurur ki, hakimlə müftinin fərqi odur ki, müfti sadəcə bilgi verir, fətva verir, hakim isə hökm verir və hökmü ilzam edir, hökmü icra elətdirir. Demək ki, qardaşlar, təkrar edək, bir şeyin mühakimə adlanması üçün həm ixtilaf, həm də hakimin olması şərtdir. İxtilaf nədir, hakim kimdir, bunu da dedik. İkisindən biri olmazsa bu mühakimə vəsfini itirmişdir. İndi keçək məsələmizə. Anlaşmalı boşanma mühakimədəndirmi, yoxsa yox? Şübhəsiz ki, bu şərtlər altında, şəriətin qoyduğu bu şərtlər altında incələsək görürük ki, anlaşmalı boşanmanın mühakimə ilə heç bir əlaqəsi yoxdur. Nə üçün? Çünki adından da bəllidir, anlaşmalı. Ortada sülh var, heç bir iddia, ittiham, şikayət yoxdur. Bu halda buna mühakimə demək mümkün deyil. Çünki mühakimənin birinci şərti olan ittiham, iddia ortada yoxdur. Çünki bu nə şəriətlə, nə örflə, nə tarixlə, İslam tarixi ilə də, nə də dünyəvi tarixlə belə bir şeyin baş verməsi mümkün deyil. Dünyəvi hər hansı bir dövlətin anlaşan tərəflərin müraciətlərinin etdiyi yeri məhkəmə adlandırmasının isə şəriətdə heç bir qiyməti yoxdur. Bu hadisəyə məhkəmə deyənlərin, bunu mühakimə adlandıranların gətirdikləri yeganə dəlil də nədir? Onların dünyəvi dövlətlərdə bunun adı məhkəmədir, ona görə bu da mühakimədir. Yəni bunun isə nədir? İslamda heç bir qiyməti yoxdur. Bu məsələnin birinci tərəfi. İkinci, buna küfür deyənlər, buna görə bizi təkfir edənlər Nisa surəsi 60-cı ayəni dəlil gətirirlər. Baxın qardaşlar, Allah Əzzə və Cəllə tağuta mühakimədən çəkindirəndə mütləq alternativ olaraq Allah və Rəsulunun mühakiməni əmr edir. Ayələrə baxsıqda Allah Əzzə və Cəllə deyir ki, hökmü Allah və Rəsuluna qaytarın. Nisa 60-da deyir ki, onlar tağuta mühakimə olmaq istəyirlər. 61-də nə deyir? Onlara deyildikdə ki, Allah və Rəsulunun hökmünə gəlin, sən münafiqlərin qaçdığını, səndən uzaqlaşdığını görərsən. Bu ayənin bizim mövzumuzla heç bir əlaqəsi yoxdur. Birinci ona görə ki, bu iki nəfər zaten Allah və Rəsuluna mühakimə olduqdan sonra, ayədə deyilən Allah və Rəsulunun hökmünə baş vurduqdan sonra, şəriətin buyurduğu şəkildə 3 talaqla digər şərtləri cəm edərək, şəriətin qəbul etdiyi şəkildə, verdiyi hökm şəkildə, hökmü ilə boşandıqdan sonra məhkəməyə gəliblər. Şəriətdən hökm alan kəs təzədən bir də hökm almağa gəlir. Şəriət bunlar arasında şəriətin hökmünü qəbul edən, Allah və Rəsulunun hökmünü qəbul edən kəs bir də üstəlik tağutun hökmünü qəbul etmək üçün gəlir. Allah və Rəsulunun hökmünə baş vurduqdan sonra məhkəməyə gəlib nikah kağızını fəsx etdirmək, bunun hökm tələb etməklə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Yəni bu iki nəfər şəriətin əmr etdiyi şəkildə, şəriətə uyğun şəkildə boşanmışdır. Necə deyilə bilər ki, bu anlaşmalı boşanmaya gedən kəslər və yaxud anlaşmalı boşanmaya mühakimədə görməyən kəslər Nisa surəsi 60-cı ayə ilə kafirdirlər. Bu zülmdür. Bunu belə demək nədir? Zülmdür, dəlilləri yerinə oturtmamaqdır. İkinci qardaşlar, əgər bir şey mühakimədirsə, mütləq alternativi şəriətdə var. Ona görə yenə bayaq dediyim kimi, Allah Əzzə və Cəllə tağuta mühakimədən çəkindirəndə mütləq Allah və Rəsuluna alternativ olaraq onun əvəzinə Allah və Rəsuluna mühakiməyə əmr edir. İndi biz şəriətin olduğu bir yerdə yaşayırıq. Və ya deyək sahabələrin, tabeinlərin zamanında ər-arvad şəriətə uyğun boşanıblar, heç bir şikayət, ixtilaf, iddia yoxdur. Müftidən hər məsələni soruşublar, müfti də nə lazımdır cavab verib, bundan sonra məhkəməyə gedirlər. Ola bilər belə bir şey baş versin ki, bundan sonra şəriət məhkəmələrinə geçsinlər. Xeyr. Heç olub ki, ər və qadın boşanıb,
şikayət yox, dava yox. Gediblər İslam məhkəməsinə, xeyr. Niyə? Çünki məhkəməlik bir şey yoxdur artıq ortada. Çünki məhkəmə bunlar arasında nə hökm verəcək? Artıq onlar boşanıblar. Aralarda ixtilaf yoxdur. İxtilaf olmadığı yerdə məhkəmə onlar arasında nə hökm verəcək? Heç nə. Əgər ortada şəriətdə məhkəməlik bir şey yoxdursa, dövlətin bu qurumu məhkəmə adlandırmasının heç bir mənası yoxdur. Şəriət bunu məhkəmə adlandırmayıb. Əgər şəriət bunu məhkəmə adlandırsaydı, onda mütləq anlaşmalı boşanan kəslərin şikayət, iddia əsnasında şəriətin məhkəməsinə mühakim olmağı əmr edər. Əgər şikayət olmadığı halda, iddia olmadığı halda şəriətin məhkəməsinə mühakim olmağı əmr edərdi. Ki, bu da tarixdə baş verməyib, olmayıb belə bir şey. Çünki bu məhkəmə deyil. Üçüncüsü, qardaşlar, əgər bir şey məhkəməyə xas bir şeydirsə, bir şey mühakiməyə aid bir şeydirsə, bu heç bir zaman, heç bir ölkədə məhkəmənin əlindən alınıb başqa quruma verilə bilməz. Elə bir şeyin baş verməsi mümkün deyil. Cinayət işləri, iddialar, ixtilaflar, şikayətlər, bunlar tarix boyu, İslamdan əvvəlki tarixlərdə də, İslam tarixində də və günümüzə qədər də həmin bu şeylər məhkəmələrdə, bu məsələlərə məhkəmələrdə baxılır. Amma biz görürük ki, bəzi şeylər məhkəmədən alınır, digər quruma verilir. Məsələn, ad dəyişmək. Bu məhkəməyə xas bir işdirsə, başqa bir quruma vermək mümkün deyil. Demək ki, bu əslində məhkəmənin görəcəyi bir iş deyil. Məhkəməlik bir şey deyil. Məhkəməlik bir şey yoxdur. Sadəcə ya zəlzələdən, ya da vəlvələdən bu iş məhkəməyə verilib. Hətta qardaşlar, Türkiyə dəvətçilərindən biri, Allah Əzzə və Cəllə onu da bizi də bağışlasın. Allah Əzzə və Cəllə onun dəvətinə bərəkət versin. Ən azı tövhid dəvətçilərindən biridir. Allah onu bağışlasın. Yəni, bunun küfr olduğunu isbat etmək üçün elə bir iddia irəli sürür ki, yəni, Sübhanallah, yəni, həqiqətən biabırçı. Yəni, batili müdafiə etmək üçün bu qədər iddia etmək, bu qədər absurd danışmaq olmaz. Çünki batil elə bir şeydir ki, batili müdafiə edən, batili isbat etməyə çalışan kəs danışdığı hər şeydə batır. Danışdığı hər şey batil olur. Üzrü qəbahətindən betər olur. Bu adam deyir ki, əslində ad dəyişən adam, yəni iddianın, şikayətin olmasını qəbul edir, deyir, olmalıdır. Və deyir ki, əslində ad dəyişən adam, məhkəməyə gedib adını dəyişən adam atasından şikayət edir məhkəməyə. Ki, mənim xoşum gəlməyən ad qoyub. Atasından şikayət edir. Yəni, Sübhanallah, yəni bunu yəni necə bunu insan bunu necə deyə bilər? Halbuki həm şəri, həm dünyavi məhkəmədə şərtdir ki, haqqında şikayət olunan kəs məhkəmədə iştirak etsin. Üzrü varsa, onun yerinə vəlisi, tutduğu vəkil iştirak etsin. Bir adam haqqında şikayət olunubsa, həm şikayət edən, həm də şikayət olunan məhkəmədə iştirak etməsi və onların vəkilini iştirak etməsi labuddur. Bir adam gedib məhkəməyə adını dəyişməyə gəlmişəm deyirsə, atasını çağırırlar, hakim atasını çağırır ki, gəl sən uşağın körpə vaxtı ad qoymusan, səndən şikayətçidir. Yəni, bu qədər absurd şey iddia etmək, irəli sürmək olarmı? Yəni, ona görə deyirəm ki, Allah Əzzə və Cəllə onu da bağışlasın, bizi də bağışlasın, hər birimizə haqqı haqq olaraq göstərsin. Yəni, olmaz, belə olmaz. Yəni, insanların əqli ilə oyun oynamaq, insanların əqli ilə istehza etmək, alay etmək olmaz. Yenə başqa bir şübhə deyirlər ki, sənin məhkəməyə müraciət etməyin əslində iddiadır. Yəni, sən gedib deyirsən ki, mən gəlmişəm kağız üzərində evliliyimizi fəsx edəsən, bu iddiadır. Yəni, bu söz nə lüğətlə, nə şəriətlə doğru deyil. Yəni, Azərbaycan dilinin, ərəb dilinin ən primitiv şəkildə bilən adam bilir ki, bu iddia ilə bu şeyin heç bir əlaqəsi yoxdur. Çünki iddianın tərifi var. İddia nədir? İki şeydir. Bir kəsin irəli sürdüyü fikri müdafiə etməsi. Yəni, fikir irəli sürürsən ki, hər hansı bir şey quran məxluqdur. Və ya mənim maşını filan kəs oğurlayıb. Bu iddiadır. Ona görə Allah Rəsulü sallallahu aleyhi və sələm buyurur ki, iddiaçıya dəlil lazımdır. Çünki iddianın iki tərəfi var. Ya doğru olur, ya da yalan olur. Ona görə iddiaçıdan dəlil tələb olunur. Məhkəməyə gedən adam, indi bir nəfər gəlib məhkəməyə
deyir ki, biz boşanmağa gəlmişik. Hakim deyir ki, dəlil gətirin, şahidlər gətirin ki, mən inanım siz boşanmağa gəlmisiniz. Yəni, bu necə absurd bir düşüncədir, necə absurd bir fikirdir. Hakim deyir ki, siz isbat eləməlisiniz, şahidlər gətirməlisiniz ki, inanım sizə, yalan deyirsiniz yoxsa doğru. Ola bilər belə bir şey, xeyr. Bu müraciətdir. Müraciətin isə dəlili olmur. Çünki müraciətin bir tərəfi var, iki tərəfi olmur. Müraciət yalan olmur. Bir şey rica edirsən, deyirsən ki, mən xahiş edirəm bu, bitdi. Onun yalan tərəfi olmur. Sonra deyirlər ki, sən müraciət edəndə hakim səni sorğu-sual edir, araşdırır, dəqiqləşdirir və s. Bu da mühakimədir. Bu da boş bir iddiadır. Buna mühakimə yox, təhkim deyirlər. Bayaq dediyim kimi təhkim ki, nədir? Həqiqəti üzə çıxartmaq. Sənə tələb edir. Baxır ki, bu yəni vətəndaşlığı varmı, sənədində evlidirmi falan. Bu şeydir də, hər bir qurumun etməli olduğu bir şeydir. Bunun mühakimə ilə əlaqəsi yoxdur. Yəni bunu istənilən quruma getsən sənə həmin şey edirlər. Məsələn, ZAGS idarəsinə getsən, evlənmirsən, ZAGS idarəsinə gedirsən kağız almağa. Eyni şey orada da baş verir. Səndən soruşurlar yaşını, yəni kağız üzərində pasport sənədlərinlə buna baxırlar. Yaşın 18 bitimmi, evlilər arasında qohumla əlaqəsi varmı? Əvvəldən ZAGS-ın varmı? Hər hansı bir xəstəliyin varmı? Yəni bu yoluxucu talassemiyaya səbəb olacaq bir xəstəliyin varmı? Bunlar yoxdursa, qərar verirlər ki, bunlar evlənməyə uyğundurlar. Yəni bunu mühakimə demək, yəni danışılacaq bir şey deyil. Sonra deyirlər ki, sən orada küfrə məcbur olursan, səni küfrə məcbur edirlər. Sən orada küfr edirsən, yazdığın məktub belə içi doludur küfrlə. Yəni eyvallah. Deyirlər ki, %100 orada küfür var, yəni olsun, ola bilər. Əgər orada küfür varsa, qardaşlar, o küfrü edən tağıta mühakimə dəlili ilə kafir olmur. Tağıta mühakimə küfrü ilə kafir olmur. Bəli, orada küfr edən kafirdir. Amma onun küfr etməsinin kafir olmasının səbəbi tağıta mühakimə olduğu üçün deyil. Başqa səbəblərdir. Ya itaətdə şirk etdi, itaət şirki ilə küfr etdi, ya küfrə riza küfrü ilə küfr etdi. Bunun ki dəlilləri bunlar ki, halbuki tamamilə başqadır bunun dəlilləri. Bunları eyni macəraya qoymaq, eyni yerdə, eyni şəkildə zikr etmək olmaz. Deyilə bilər ki, fərqi nədir? Nəticədə o da küfürdür, bu da küfürdür. Yəni getsən mütləq küfr edirsən. Fərqi nədir ki, bunu belə ayırırsan? Fərqi böyükdür, qardaşlar. Bunun üzərində qurulan hökmlər tamamilə başqa olur. Tağuta mühakimə dinin əslini pozan əməldir. Anlaşmalı boşanma üçünsə tağuta müraciət dinin əsli ilə heç bir əlaqəsi olmayan əməldir. Tağuta mühakimə etiqada bağlı bir hökmdür. Bir kəs heç vaxt tağuta mühakimə olmasa belə, əgər bunun mübah olduğuna etiqad edərsə, həmin an kafirdir. Bir adam desə ki, mən bir ildən sonra tağuta şikayət edəcəm falan kəsi, həmin gün kafirdir. Bu etiqadi məsələdir. Amma gedib orada hər hansı bir küfr əməl etmək, bu etiqadı yox, bu əməli küfürdür. Bunlar tamamilə fərqli şeylərdir. Yenə deyirlər ki, ən güclü gətirdikləri şübhə deyirlər ki, sənin müraciət etdiyin qurumun adı məhkəmədir. Bu da bayaq dediyim kimi, yəni şəriətdə heç bir qiyməti olmayan bir şeydir. Halbuki isimlər həqiqəti dəyişmir. Bir kəs istər məhkəmədə hakimə mühakimə olsun, istər kilsədə rahibə mühakimə olsun, istər türmədə oğruya mühakimə olsun. Fərqi yoxdur. Hər bir halda kafirdir. Onun adının hakim olması, onun mühakimə olunan yerin adının məhkəmə olması və yaxud olmaması heç bir fərqi yox, heç bir şey dəyişmir. Bu, yəni ehtiyac yoxdur belə şeyi müzakirə etməyə. Hətta məhkəmə sözü İslam tarixində əvvəllər istifadə olunmuyub. İmam Qassaninin zamanına qədər, 12-ci əsrə qədər məhkəmə ləfsi istifadə olunmuyub, deyilmirdi. Əksinə deyilirdi, məclisul qada, divanul qada, məhkəmə ilə ki, qazi məclisi, qazi divanı. Belə ləfslərdən istifadə olunur. Yəni, məhkəmə ləfsi olmuyub. Yəni, bunun adının heç bir əhəmiyyəti yoxdur. Və demək ki, Nisa 60-cı ayədə onlar ehtəkəmə, yəni hakim seçmələri səbəbilə kafir oldular. Bəli, təbii ki, belədir. Hakim seçmələri səbəbilə kafir oldular. Çünki hakim seçdilər. Hakim seçdilər. Hakimi də ona görə seçdilər ki, aralarında olan ixtilafı həll etsinlər. İxtilafın olmadığı yerdə hakimin seçilməsi, yəni danışılacaq mövzu deyil. Yəni ixtilaf etməyən kəs, mübahisə etməyən kəs, xusumət olmayan kəs hakim seçmir. Hakim yalnız ixtilaf edən, xusuməti olan, mübahisə edən kəslər seçir. Sonra deyilməsi ki,
ixtilafın olması, hökm vermək üçün ixtilafın olması şərt deyil. Məsələn, qazi Ramazanın girişi barəsində də hökm verir. Hökm verir ki, artıq Ramazandır, oruç tutulsun. Yəni, bu hökm deyil, bu elandır. Hökm deyil. Yəni, bugün bu elanı dini qurumlar verir. O vaxt elə bir qurum yox idi. O vaxt bir neçə qurum var idi. Xəlifə var idi, qazi var idi, məhkəmə var idi. Bitdi. Həmin qazi də bir çox işləri görürdü. Elan da verirdi, dərs də keçirdi, tələbələr də yetişdirirdi. Yəni, bugün dini qurumların verdiyi Ramazan falan vaxtı girəcək, falan vaxtı Ramazan təqvimi başlayır deyə elan etdiyi şeyin eynisini hakim o vaxtı edirdi. Yəni, bu azan, elan, eyni müəzzinin etdiyi kimi. Məsələn, Allah Əzzə və Cəllə Tövbə surəsində buyurur ki, وَأَذَانٌ مِّنَ اللّٰهِ وَرَسُولِهِ إِلَى النَّاسِ Həc haqqında danışarkən, böyük həc haqqında danışarkən deyir ki, bu Allah və Rəsulundan insanlara azandır, yəni elandır, bildirişdir. Bu da hakimin bildirişidir. Eyni ilə müəzzinin etdiyi kimi, müəzzin çıxıb gündə 5 dəfə azan verir, namazın girdiyini elan edir, hökm vermir. Çünki hökmü şəriət verib əvvəlcədən. Şəriət hökm verib ki, fəcr vaxtı sübh namazı qılınmalıdır, əmr edib, zöhr vaxtı zöhr namazı, əsr vaxtı əsr namazı, günəş batında məğrib namazı, bu hökmdür. Azan müəzzin isə həmin hökmü elan edir. Eyni ilə şəriət hökm verib ki, Ramazan ayı girəndə hilalı gördüyünüz zaman orucu tutun, hilalı gördüyünüz zaman da orucu buraxın. Bu hökmdür. Bunu şəriət artıq bu hökmü verib. Qazi isə bu hökmü artıq elan edir. Necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmin zamanında bədəvilərdən biri gəldi, dedi ki, mən hilalı gördüm. Allah Rəsulü sallallahu aleyhi və səlləm dedi ki, sən Allahdan başqa ilah olmadığına və mənim onun elçisi olduğuma şahidçilik edirsənmi? Dedi ki, bəli, onun şahidçiliyini qəbul etmək üçün, o müsəlmandırmı deyə araşdırmaq üçün. Həmin bədəvi dedi ki, bəli, edirəm. Allah Rəsulü sallallahu aleyhi və səlləm dedi ki, ey Bilal, qalx insanlara elan et ki, oruç tutsunlar. Sonra deyilməsi ki, buna cavaz verən, buna küfür görməyən, buna küfür deməyən cuhud küfür edir. Yəni, bəli, əgər qəlbində bunun küfür olduğuna inanırsa bir kəs, inanırsa ki, tağuta müraciət etmək, anlaşmalı boşanmaq üçün tağuta müraciət etmək küfürdür, amma gedib boşanırsa, bu ixtilafsız məsələdir. Bu kafirdir. Bir adam su içməyin haram olduğuna etiqad edirsə, haram olmasa belə içdiyi nədir? Haramdır, artıq haram etmiş olur. Bir adam etiqad edirsə ki, içki içmək küfürdür, içki içmək insanı İslamdan çıxardır, içki içdiyi anda kafirdir. Bu onun etiqadına bağlıdır, etiqadınla bağlı məsələdir. Qəlblərə hökm verməksə Allah Əzzə və Cəllə məxsusdur birincisi. İkincisi, qəlbdə küfür varmı, yoxdurmu? Bu iddiadır. Bəlkə qəlbində bunun küfür olmadığını etiqad edir. Yəni, bir adam anlaşmalı boşanmaq üçün məhkəməyə gedirsə, bir müsəlman, təbii ki, qəlbində onun küfür olmadığını etiqad etdiyi üçün gedir. Yəni, biz necə onu ilzam edə bilərik, necə onu mütləq təqlin edə bilərik ki, yox, sən mütləq buna qəlbində etiqad edirsən, amma gedib dilinlə, əməlinlə küfür edirsən, bu bir şey deyil. Yəni, Əhl-i sünnətdə belə bir təkfir üsulu yoxdur. Əhl-i sünnətin təkfir əqidəsi bu deyil. Əhl-i sünnət əməlin özünə hökm verir. Qəlbi ilə maraqlanmır. Əməlində küfür varsa var, yoxdursa yoxdur. Odur ki, belə bir qiyas doğru bir qiyas deyil. Sonra deyilməsi ki, kim deyib ki, anlaşma varsa tağuta mühakimə küfür deyil. Və yaxud tağuta müraciət etmək mühakimə deyil, anlaşma varsa tağuta müraciət etmək mühakimə deyil. Bunu kim deyə bilər ki? Yəni, bizdən belə bir şey tələb etmək ki, kim deyib bunu? Tarixdə, sələfdən, sahabələrdən, imamlardan kim deyib bunu? Yəni, bunu kim deyə bilər ki? Heç kəs bunu deyə bilməz. Çünki İslam tarixində belə bir şey baş verməyib. Baş verməyən və baş verməsi mümkün olmayan bir hadisəyə necə sələf hökm versin? Yəni, bunu deyənlər necə təsəvvür edir ki, iki nəfər şəriət qazisinin yanına gəlib, deyir ki, biz gəlmişik aramızda hökm verəsən, amma bizim bir-birimizdən şikayətimiz, iddiamız, tələbimiz, heç bir şey yoxdur. Yəni, bir zəhmət bu iki nəfər üçün qazinin məhkəmə qurmasını necə təsəvvür edirsiniz? Necə qazi bunlar üçün məhkəmə qura bilər? Bu mümkün deyil. Bu şəriətdə də mümkün deyil, bu dünyada da mümkün deyil, bu tarixdə də mümkün deyil. Yəni, bunu o vaxt demək olar ki, bizdən o vaxtda belə bir şey tələb etmək olar ki, Əhmədlə Hüseyin falan vaxtı heç bir şikayət olmadan, heç bir iddia olmadan, heç bir
tələb olmadan getdilər qazinin yanına. Qazi də onlar arasında hökm verdi. Heç bir alim də etiraz etmədi. Demədi ki, bu məhkəmə deyil. Bu vaxtı birdən tələb etmirlər. Yoxsa yəni bu nəyə bənzəyir? İndi siz bizdən necə qədim alimlərdən bugünkü bu yapay zəkanın hökmü haqqında kim deyib bizə yapay zəka nə bilim haramdır və halaldır? Bu mümkün deyil axı belə bir şey. Yəni bu tarixdə belə bir şey heç vaxt mümkün olmayıb ki. Heç vaxt olmayıb ki, tarixdə iddia olmadan, ittiham olmadan, şikayət olmadan mühakimə qurulsun. Ki kimsə də desin ki, bu mühakimədir və yaxud mühakimə deyil. Sonra belə deyilməsi ki, kahindən soruşmaq, bir nəfər kahindən bir şey haqqında soruşub, onu təsdiq edirsə kafirdir. Sonra desə də mən onu bilirdim, elə belə soruşdum, kafirdir. Bu doğru qiyas deyil. Çünki kahindən soruşub təsdiq etmək açıq nasla sabitdir. Bu həm hədislərlə sabitdir. Bunun da səbəbi var. Niyə? Kahindən nəsə soruşub təsdiq etmək edən kafir olur. Nə üçün? Bu iş çünki şirkdir. Şirkin tərifi nədir? Təsviyyətun qeyrilləhi billəhi fimə huvə min xəsaisilləh. Allaha xas olan, Allaha aid olan xüsusiyyətləri Allahdan qeyrisinə vermək. Yəni qeyb şəriətlə, Quran ayələrindən açıq bilir ki, qeyb Allaha məxsusdur. Allah Əzzə və Cəllə deyir ki, qeybin açarları Allahın əlindədir. Bir adam kahindən qeybi soruşursa, Allaha xas olan bir hökmü, ondan bir sifəti ondan qeyrisinə verdiyi üçün müşrik olmuşdur. Bu açıq bir nasla sabitdir. Yəni bunu tağuta müraciət, anlaşmalı boşanma üçün tağuta müraciət etməklə, hansı ki, hələ bu mühakimədirmi, mühakimə deyilmi, isbat olunmamış bir şeylə qiyas etmək yəni doğru bir şey deyil. Sonra deyilməsi ki, iddia ki, əgər ixtilaf yoxdursa, hökm istəmirsənsə, məhkəməyə niyə gedirsən? Deyirlər ki, bəs onda niyə məhkəməyə gedirsən, ixtilaf yoxdursa? Bu da məntiqi bir sualdır, əqli bir sualdır. Məntiqi sualın da məntiqi cavabı var. Mən şəriətin qaydalarına uyğun vəkil, vəli, 2 şahid, mehir ilə evləndiyim halda, artıq evli olduğum halda, şəriətin şərtlərinə, qaydalarına uyğun evli olduğum halda, ZAKS idarəsinə təkrar evlənməyə niyə gedirəmsə, şəriətin qaydalarına uyğun 3 talaqla və digər şərtlərlə boşandığım halda, tağutun məhkəmə adlandırdığı quruma təkrar boşanmağa da onun üçün gedirəm. Heç bir fərq yoxdur. Bunda nə üçün getmişdimsə, ona da onun üçün gedirəm. Aralarında heç bir fərq yoxdur. Sonra demək ki, əgər sən məhkəməyə gedirsənsə, deməli, ixtilaf var ki, gedirsən. Belə iddia etmək ki, ixtilaf var ki, gedirsən. İnsanlar bunu yükləmək, bu məzhəbin lazımı ilə hökm verməkdir. Əhl-i sünnətin təkfir üsuluna ziddir. Əhl-i sünnət sözün lazımı ilə, əməlin lazımı ilə hökm verməz. Lazımül məzhəb leysə məzhəb, məzhəbin lazımı məzhəb deyil. Yəni, əgər sən bunu edirsənsə, demək buna görə edirsən. Buna görə edirsən, belə bir şey yoxdur əhl-i sünnətdə. Yəni əməldə küfür varsa var, yoxdursa sən bunu etməyinin səbəbi budur. Buna görə bunu belə edirsən, belə bununla təkfir üsulu əhl-i sünnətin üsulu deyil. Məzhəbin lazımı ilə hökm vermək əhl-i sünnətin üsulu deyil. İkincisi, bunu iddia edənlərə görə adını dəyişmək üçün də məhkəməyə müraciət etmək küfürdür. Adını dəyişmək kimdən ixtilaf etdi bəs? Əgər burada mütləq ixtilaf varsa, yəni sizin dediyiniz kimi mütləq ixtilaf varsa, adını dəyişməyə gedən kimdən ixtilaf edir? Və yenə demək ki, bunu yenə yuxarıda zikr etdiyim, yenə də bu demək ki, Nisa 60-da hakim seçdikləri üçün kafir oldular. Bəli, onlar seçdilər. Biri Allah Rəsulü sallallahu aleyhi və səlləmi seçmişdi, biri də Kəb ibn Əşrəfi seçmişdi. Nə üçün? Allah Rəsulü sallallahu aleyhi və səlləmi seçən bilirdi ki, o ədalətlidir. Bu ixtilafda onun xeyrinə hökm verəcək. Münafiqsə bilirdi ki, Kəb ibn Əşrəf rüşvət alır, bunun xeyrinə hökm verəcək, bunun lehinə hökm verəcək. Anlaşmalı boşanma üçün məhkəməyə gedən kəs sadəcə gedir ki, nə üçün? Kağızı fəsx etsin. Onun nəyinə lazımdır? Bu kağızı fəsx edən əlidir, vəlidir, pirvəlidir. Onu qəti maraqlandırmır. Onun heç vecinə də deyir ki, o hökmü kim verəcək? Onun heç vecinə də deyir ki, o kağızı kim fəsx edəcək? O hakim seçmir. Onun bir dənə dərdi var, kağızı fəsx eləsinlər. O kağızı fəsx eləyən kəs isə 2 nəfərdən birinin nə lehinə, nə əleyhinə hökm vermir. Belə bir hökm vermir ki, bu məsələdə sən haqlısan, sən haqsızsan. Bu hökm deyil, belə bir şey olmur. Son olaraq ona deyim ki, dediyim kimi mühakimə ibadətdir.
İbadət olduğu üçün də onu Allahdan qeyrisinə yönəltmək şirkdir. Anlaşmalı boşanma üçün məhkəməyə müraciət etmək isə ibadət deyil. Çünki həmin şərtlər onda tamamlanmır. Odur ki, ibadət vəsfi almayan, ibadət olmayan bir şeyi ibadət məqamına qoyub, bunun üzərindən insanları təkfir etmək, insanları bir-birinə düşürmək çox təhlükəlidir, odla oynamaqdır. Yəni, Allahdan qorxmaq lazımdır. Olmaz. Bu böyük bir vəbaldır. Bununla hökm verən, anlaşmalı boşanmaya görə insanlar arasında hökm verən, insanları təkfir edən kəs hər iki tərəfə zülm etmişdir. Həm təkfir etdiyi kəsləri haqsız təkfir edərək zülm etmişdir, həm də onu dinləyən, ona inanan kəsləri azdırmışdır. Bugün, bu dünyada bu iki nəfər, bu hökmü verən, bu haqda danışan, bunu küfür edən kəslər üzərində iki tayfa ixtilaf etdilər. Həmin danışan kəslər, ona mühakimə deyilən kəslərin sözü üzərində bugün iki tayfa ixtilaf etdilər. Amma qiyamət günü onlar ittifaq edəcəklər. Yəni buna mühakimə deyib, bunun üzərində insanları təkfir edən və insanları azdıran təkfir olunan və azdırılan kəslər həmin kəsin üzərində ittifaq edəcəklər, onun yaxasından yapışacaqlar. Bir qismi deyəcək ki, bizi nə üçün təkfir etdin haqsız olaraq? Heç bir şəri qəti dəlil olmadan, qəti bir nasla söykənmədən, digər də deyəcək ki, bizi nə üçün azdırdın? Ona görə qardaşlar, Allah Əzzə və Cəllə bizləri də, sizləri də, hamını da bağışlasın. Allah Əzzə və Cəllə hər kəsə haqqı haqq olaraq göstərsin və bizi haqqa müvəffəq etsin. Yəni bunu zikr etməkdə məqsədim hər hansı bir tərəfi tənqid etmək, ittiham etmək, rəddiyə vermək deyil. Sadəcə buna artıq məcbur idim. Çünki bu artıq dediyim kimi buynuz qulağa keçmişdi. Subhanəkə Allahumma və bihamdik əşhədu en la ilahe illə ent əstəğfiruka və etûbü ileyk. وإليه الحكم أي لا إلى غيره، فدل ذلك على أن من خصائص الرب جل وعلا الحكم، أن يحكم بين العباد. فقال أبو شريح يعني مبينا علة ذلك لماذا سمي به أبي الحكم: إن قومي إذا اختلفوا في شيء أتوني فحكمت بينهم. هذا يؤكد ما ذكرت لكم بالأمس، أن التحاكم هو فض النزاع بين خصمين، فليس كلما جاء إلى محاكم وضعية قيل إنه من قبيل التحاكم، لا يقال بأنه ماذا من قبيل التحاكم إلا إذا كان ثم فاصل بين خصمين، والأصل فيها التحريم لا شك في ذلك، لكن ينظر فيه باعتبار ماذا؟ هل فيه تحاكم أو لا؟ فتوثيق العقود ونحو ذلك هذا لا يكون تحاكما، إنما التحاكم أن يكون بهذا المعنى